Hə, bugünkü mövzumuz isə ən önəmli mövzulardan biridir. Niyə ən önəmli mövzudur? Ona görə ki, düzdür, bizə həmişə dediyim kimi asan tipli, plan prinsipli mahiyyəti nədən ibarətdir deyə suallar düşmür imtahanda. Amma necə düşür? Nəzəriyyə tam hakim olanda verilən situasiyanın qarşısında aciz qalmırıq. Yəni artıq əlaqələndirməmiz yüksəlir. Bugün biz didaktik prinsiplər, didaktika sözünün mənası bir növ öyrənmə deməkdir, öyrətmə. Yəni məktəbə qədərin təhsilində əsas prinsiplər nədən ibarətdir? Belə deyim də, məsələn, mənim xarakterim budur, mənim xarakterimə uyğun rəftar elə. Bil ki, Aytaç mənim bunları sevir, bunları sevmir. Aytaç məndən dərs soruşarkən istəyir ki, həyatla əlaqələndirim, öz sözlərimi ifadə edeyim, əzbərçi cümlələrdən istifadə etməyim, situasiyalar qurum. Didaktik prinsiplərdə sırf bu situasiyaları qurmaq, sırf məktəbə qədərin məzmunun nədən ibarət olduğunu, məndən müəllim kimi nələrin istənildiyini, nələrə riayət etməli olduğumu bir növ yol göstərir. Əslində ilkin dərsdə, məktəbə qədərlə tanışlıq dərsində əsas anlayışlarda, burada demək olar ki, bir çoxunu demişik, sadəcə bəziləri yenilik olacaq. Birinci məsələ nəticə yönümlülükdür. Buna nə demişdik? Əvvəlcədən nəyisə planlaşdırmaq. Nümunələr də göstərdik ki, tutaq ki, fəsillər mövzusunu keçməmişdən öncə, məsələn, payız fəslinin uşaqlara sabah dərs keçməmişdən öncə əvvəlcədən planlaşdırıram, motivasiyasını necə quracam, təlim nəticəm necə olacaq, uşaqlara maraqlı məsələn meyvələri aparacam, uşaqlar baxın bu meyvədir, bu kimi hissələrdir. Bu mənim müəllim üçün mövzu ilə bağlı əvvəlcədən nəticə yönümlü prinsiplər. Bir də nəticə yönümlülük ümumidir. Yalnız hər hansı bir məşğələni keçərkən keçdiyimiz mövzu deyil. Ümumiyyətlə kurikulumun məzmununda ən aparıcı prinsiplərdən biridir. Kurikulum deyir ki, müəllim A planı ilə yanaşı B planı olsun, hər işini falan əvvəlcədən planlaşdır. Daha sonra ən vacib, ənlərdə olan prinsipimiz isə müəllimə uşaq yönümlülüyü olacaq. İndiki dövrdə bilirsiniz ki, uşaqlar aparıcıdır, təhsildən söhbət gedir. Yəni çalışırıq ki, uşaqlara yönümlülük bir prinsiplər quraq və ona əməl edək. Yəni tərbiyəçi müəllim olaraq uşağın maraq və meylinə uyğun, tələbatını ödəmək, potensial imkanlarını reallaşdırmaq və inkişafını artırmalıyam. Məsələn, mən bilirəm ki, uşaqlar, məsələn, orta yaşlı qrupda uşaqlar, məsələn, slaydlarla falan nağıllar quranda, maraqlı intellektual oyunlar quranda çox həvəslə baxırlar. Mən bunları bilirəm. Məsələn, bir dəfə Aytaç müəllim uşaqlara Turpun nağılını məşğələsini keçərkən onu uşaqların marağını nəzərə alaraq, tutaq ki, slayd video şəklində, yaxud da ki, uşaqlara bir dəfə elə bir maraqlı rol oyun şəklində dərs qurub, növbət dəfə də uşaqlar istəyir ki, müəllimə yenə elə eləsin. Lakin Aytaç müəllim də nə edir? Deyir ki, yox, sakit durun, mən necə nağıl danışacağam, sonra da yatacaqsınız. Burada hansı prinsipə düzgün əməl etməyib? Uşaq yönümlülük. Yaxud da ki, Aytaç müəllim öz istəklərinə uyğun dərs qurur. O balaca uşaqları fikirləşmir. O uşaqlara başlayır nağıl danışmağa, yormağa, uşaqlara təsəvvürlə. Bu ənənəvidə qaldı. İndi Aytaç müəllim nə etməlidir? Uşağın istedadına, marağına uyğun şəkildə dərsi qurmalıdır. Yəni bir sözlə uşaq aparıcıdır. Müəllim fasilitatordur. Keçən dəfə demişdim, fasilitasiya qaydalarına riayət etmək isə fasilitatorun borcudur. Şəxsiyyət yönümlülüyü də dedik, şəxsiyyət yetişdiririk. Sadəcə olaraq bu şəxsiyyəti yetişdirərkən 4 əsas faktordan ibarətdir. İdrakini, ünsiyyətini, psixomotor bacarığını və milli bəşəri dəyərlərini qoyuruq. Gəlin buna sadə bir nümunə ilə izah edək nə deməkdir. Həmişə dediyim cümlə, hər tərəfli şəxsiyyət yetişdirir və hər məsələn boyu, yaraşığı olan, yaxud da ki, hər danışan insan şəxsiyyət deyil. Danışdığını bilən, bildiyini paylaşan, jest mimikasına diqqət edən biridir şəxsiyyət. Məsələn, müəllim şəxsiyyət yönümlülük prinsipinə necə riayət edir? Tutaq ki, Azərbaycan himnini öyrədir, uşaqlar əzbərləyir, idraki. Orada ünsiyyət hissəsini artıq müəllimə çatdırırlar, şərh edirlər öyrəndiyini.
Psixomotor hissədə isə əl-qol hərəkətlərini istifadə edərək, məsələn, əlini ürəklərinə qoyub oxumaq falan. Deməli, çox sadədir. İdrakını, beynini, ünsiyyət deyəndə qarşı tərəfə münasibət bildirmək, şərh bildirmək, emosional yanaşmaq. Psixomotor isə hərəki bacarıqdır. Yəni, orada hər hansı bir jest, mimikadan falan istifadə etmək deməkdir. Bu isə bizim şəxsiyyət yönümlülük prinsipinin əsası. Bir sözlə, şəxsiyyət yönümlülük prinsipi deyəndə uşaqlarda zəruri həyat bacarığı və dəyərlərinin formalaşdırılması, amma necə idraki, ünsiyyət və psixomotor bacarıqları nəzərə almaq. Məsələn, şeir verdin, o şeiri uşaq sənə danışırsa, deməli, şəxsiyyət yönümlülük prinsipi. Yəni, elə bir verdiyin tapşırıq istəyən uşaqdan sonra alasan. Bu da o deməkdir ki, artıq mənim yetişdirdiyim şagird şəxsiyyətdir. Yəni, mən işimi şəxsiyyətə yönəlmiş qururdum. Və təbii ki, milli bəşəri ruhlarımız qorunmaq şərti ilə. Məsələn, müharibə ilə bağlı uşaqlara müharibəndə necə çətinliklərdən keçdiyini, onunla bağlı səhnəciklər falan hazırladırıq, 44 günlük müharibənin, məsələn, zəfər gününə falan. Bu hamısı şəxsiyyət yönümlülük prinsipidir. İnkişaf yönümlülük isə dövrün tələbinə uyğun olaraq, yəni uşağın idrak fəallığının, nailiyyətinin davamlı olaraq dövrün tələbindən onsuz da uşaqlara yönəlib, o mənada demək istəmədim, cümləni yenidən düzəldim. Yəni, uşağın inkişafına uyğun olaraq, uşağı gündəlik olaraq izləyir. Tutaq ki, Ayşə keçən dəfə şeiri danışdı, amma bir neçə dərs ki, danışmır. Müəllim bununla bağlı tədbir görüb ki, yəni onun inkişafını izləyib. Yaxud da ki, Ayşə şeiri bilmirdi, müəllim onun üzərində dayanmadı. Yaxud da ki, şeiri möhkəmləndirmək üçün hər hansı başqa bir praktik üsul seçmədi. Deməli, müəllim inkişafını izləmədi. Bir sözlə, müəllim uşaqları idrak fəallığının, təhsil nailiyyətlərinin davamlı təhlil etməli, qiymətləndirmə yolu ilə ilkin bilik, bacarıq vərdişlərinin inkişafını təmin etməlidir. Mən isə bunu Aytaç Məmnunova tövsiyə edirəm ki, inkişaf yönümlülük inkişafını izləmək, formativ qiymətləndirmək, gündəlik qiymətləndirmək və uşağın fəaliyyətini artırmaq üçün edəcəyimiz addımlar kimi yadda saxlayırıq. Tələb yönlülük dövrün tələbini nəyi tələb edirsə, təbii ki, milli bəşəri dəyərlərimizi qorumaq şərti ilə cəmiyyətin, dövlətin, məsələn, rəqəmsaldan istifadə, ayaqlaşmaqdır. Bu çox sadədir. Varislik nəsildən nəslə ötürmək temasıdır. Yəni, sadədən mürəkkəbə, məlumdan məlçulə, yaşlar arası mövzuya düzgün keçiş etmək bunlar nəzərdə tutulur. İnteqrativliyi zaten bilirdik, yenə təkrar edirik, əlaqə deməkdir. Bu əlaqə eyni daxildə də ola bilər, yəni belə deyim, yaş qrupları üzrə, müxtəlif yaş qrupları üzrə də həyata keçirilə bilər, həyatla da əlaqələndirilə bilər. Azərbaycançılıq isə uşaqlarda bağça dövründən aşılanan ən vacib prinsipdir ki, uşaqda vətən ruhunu tərbiyə eləmək, sağlam vətəndaşlıq mövqeyi formalaşdırmaq, ölkəmizin tarixi, milli, mədəniyyət, adət-ənənələrinə hörmət formalaşdırmaq. Dünyəvi isə dünyaya aid olma, yəni dünya ilə bağlı olma, dini olmama, dinlə əlaqənin olmaması, dünyaya aid olmaq kimi, bu kimi hissələri uşaqlarda düzgün formalaşdırmalıyıq.